Əvvəlki videolarda sizlərə PRTC Core serveri necə quraşdıra bilərik onu göstərdim. İndi isə PRTC Core serveri quraşdırarkən nələrə diqqət etməliyik, nələri etsək daha yaxşı olar, onlara baxacağıq. Daha sonra PRTC-nin əsas menülərinə baxacağıq. Növbəti videolarda isə PRTC-nin device və obyekt hiyerarxisine, ondan sonra sensorlara və onların növlərinə, daha çox SNMP, VMI ilə və yaxud da ki FortiGate, Cisco, Palo Alto kimi cihazları necə əlavə edə bilərik, onları bir-bir göstərəcəm. İlk öncə PRTC-yə daxil olaq. Baxın, bu ana səhifədir. Daha əvvəlki videoda göstərmişdim sizə necə qura bilərik. İndi birinci sizə PRTC-ni qurarkən nələri etməliyik və PRTC-ni qurandan sonra nələri edəcəyik, onlara birinci göstərim. PRTC-ni qurarkən məsləhətim odur ki, əgər biraz enterprise bir şəbəkədirsə, yəni orada siz VLAN segmentasiyası eləmişsinizsə, yəni şəbəkələri bir-birindən ayırmışsınızsa, məsləhət görərdim ki, monitoring VLAN-ını yaradasınız, tamamilə ayrıca bir VLAN yaradın və yaxud da ki, management VLAN-da da olar. Həmin yeni bir VLAN-da yeni bir sub interface yaradın, yəni yeni bir şəbəkə yaradırsınız. Məsəl üçün 192.168 20.0 şəbəkəsi, 20.1 də gateway olsun. Bu VLAN-ı yaradırsınız switchdə. Deyək ki, VLAN ID 50 ilə yaratdınız. Ondan sonra FortiGate-də də sub interface-ini yaradırsınız. Daha sonra bu switchdən əgər bu PRTC Core serveri ESXi-da qurmusunuzsa, həmin ESXi-ın olduğu HP hostuna bir dənə kabel atırsınız Core switchinizdən və həmin portu trunk edirsiniz. Çünki ola bilər ki, siz həmin o ESXi üzərində onlarla VM yaradasınız və hər bir VM-ə ayrı bir şəbəkədən bir port qrup əlavə eləmək istəyə bilərsiniz. Və bu zamanda sizə həmin o NIC-ə birləşən kabelin portunun type-ı trunk olmalıdır ki, siz həmin o virtual switch üzərində müxtəlif VLAN ID-lərlə port qrupları yaradıb o VM-ləri assign edə bilərsiniz və hər bir VM ayrı şəbəkədən VLAN alınmış olsun. Yəni bir sözlə birinci switchdə VLAN-ımızı yaradırıq, daha sonra switchimizin FortiGate-ə gedən uplinkini trunk edirik, FortiGate üzərində sub interface-i yaradırıq, həmin VLAN-ın yəni gateway-ni yaradırıq, ondan sonra switchdən HP serverə gedən portu trunk edirik, hansı VLAN-lar ESXi-da olmalıdırsa VM-lərdə onları trunk olaraq allow edirik. Daha sonra ESXi-da həmin o NIC üzərində hansı kabellə birləşibsə, hansı NIC-ə birləşibsə, məsələn VM-NIC 1, onun üzərində virtual switch və port qrupları yaradırsınız. Deyək ki, bizim monitoring VLAN-ımız VLAN ID 50-dir. Həmin port qrupu yaradarkən ID 50-ni orada göstəririk və həmin o port qrupu, yaratdığımız port qrupu gedirik. PRTC-ni qurduğumuz ESXi-ın VM-ini edit edib, o port qrupu, onu assign edirik ki, bizim bu virtual maşınımız həmin VLAN 50-dən IP alsın. Və yaxud da ki, management VLAN yarada bilərsiniz, fərqi yoxdur. Bunları eləyəndən sonra, daha sonra biz bu VLAN-dan digər haralara gedib monitoring edəcəksə, onlara doğru IPv4 firewall policy yazmalıyıq FortiGate-in içərisində. Çünki firewall defaultda hər şeyi bloklayır. Biz gedib icazə verməliyik ki, məsəl üçün PRTC ilə biz deyək ki, Windows serveri biz monitoring eləmək istəyirik. SNMP də ola bilər, VMI də ola bilər. Siz hansı sensordan, hansı protokolla, port nömrəsi ilə onu monitoring edəcəksinizsə, hansı VLAN-da olan bir cihazı, həmin VLAN-lara doğru sırf o protokol və port səviyyəsində rulları yaradın. Yəni eni qoymayın ki, yəni boşluq yaranmasın. Hətta əgər məsəl üçün bu VLAN-da deyək ki, PRTC Core serverinizin hal-hazırda internetə çıxışına ehtiyac yoxsa internetə də bağlayın. Maksimum lisenziyanı aktiv edərkən lazım ola bilər və yaxud da nəyisə update edərkən lazım ola bilər, onu da aça bilərsiniz. Və siz bu serverə ola bilər ki, RDP-ni aça bilərsiniz. Management VLAN-dan bura RDP ilə qoşula bilərsiniz. NDisk-i burada aktiv edib NDisk ilə qoşula bilərsiniz. Və yaxud da ki, sırf IPsec bir VPN yaradıb, həmin VPN üzərindən bu PRTC Core serverə private IP ilə daxil ola bilərsiniz. Düzdür, port yönləndirmə ilə də public IP ilə də daxil olmaq mümkündür, amma bu təhlükəli sayılır.
Ona görə tövsiyə edirəm ki, IPsec VPN qurun. Həmin VPN üzərindən gəlin PRTZ-nin core serverin IP adresini yazıb daxil olun və PRTZ-ni idarə edin. Daha sonra dediyim kimi internetə çıxışı bağlamalıyıq əgər lazım deyilsə. Ola bilər ki, siz sadəcə müəyyən HTTPS-dir, sonra SMTP-dir, hansı ki mail göndərsin və yaxud da ki update-lər eləyə bilim, lisenziyanı aktiv edə bilim və yaxud da ki Telegrama, məsələn Telegram kimi third party applicationlara push notificationlar göndərə bilim deyə müəyyən akseslər verə bilərsiniz. Yəni ehtiyaca görə bu rulları özünüz dəyişirsiniz. PRTZ core serverdə mən yenə də deyirəm, tövsiyə edirəm ki, ESX sayda qurasınız. Təbii ki, bunu siz Proxmox'da da Hyper-V üzərində də qura bilərsiniz. Yəni önəmli olan bizə burada Windows Server 2019, 22, 25 kimi bir Windows Server əməliyyat sistemi olmasıdır və yaxud da Windows 11 Pro. Bu server əməliyyat sistemini qurandan sonra lisenziyanı alın və aktiv edin. Defaultda onsuz da bizə 180 gün vaxt verir. Onu Evolution moddan çıxarın. Yəni bunları ən azından izləyin ki, lisenziya problemi yaranmasın. Daha sonra Windows serverə ad verə bilərsiniz. Düzgün bir ad verə bilərsiniz ki, PRTZ-in adı ondan daha səliqəli görsənsin. Ondan sonra statik IP verə bilərsiniz həmin o serverə ki, həmişə eyni IP-ni alsın. Tez-tez IP-miz dəyişməsin. Buna diqqət edin mütləq. Çünki IP-ni dinamik verəndə hər dəfə IP dəyişir, problem yarana bilər. Maksimum siz IP-ni əgər dinamik vermişsinizsə, gedib FortiGate-də DHCP reservation edə bilərsiniz ki, bu MAC adresi həmişə bu IP adresini alsın. Buna diqqət edin. Ya da ki, DHCP poolda bir boşluq yaratmışsınızsa range-də. Məsələn, 192.168, 50.10 deyək ki, yaratmışsınız ki, DHCP-də verməsin bunu. Onu götürüb əllə NCPC pool yerindən gedirsiniz nick-ə, nickləri də edit edib, onu statik əllə verirsiniz ki, həmişə eyni IP ilə işləsin. Daha sonra browserdir, yəni Chrome'dur, Edge'dir, WinRAR-dır, TeamViewer-dır, Index'dir, yəni bu serveri idarə etmək üçün sizə nə lazımdırsa, o proqramları yüklüyorsunuz. Ondan sonra hər şey qaydasındadsa siz bu serveri quraşdırarkən snapshotdan da istifadə edə bilərsiniz. Məsələn, serveri quraşdırdınız, part 1 kimi snapshot alın, ondan sonra PRTZ-ni quraşdırın. PRTZ-ni quraşdırandan sonra part 2 kimi bir snapshot daha alın. Yəni snapshot o iş yarayır ki, deyək ki siz, mən bunu Zabbix'də də belə eləyirdim. Deyək ki siz 10 addımlı bir iş görürsünüz, 3-cü addımda özünüzə bir checkpoint yaradırsınız. Eyni oyundakı kimi də, yəni 4-cü leveldə öldün, bir də sıfırdan başlamırsan. Elə 3-dən başlayırsan ya da 4-dən başlayırsan. Burada da elədir. Düşün ki 10 addımlı iş görürsünüz, 9-cu addımda elə bir problem yaratmışsınız ki, heç cür düzəldə bilmirsiniz. Məcbur olursunuz ki, serveri təzədən silib, təzədən yenidən qurasınız. Bu da çox vaxt alır. Ona görə snapshot alın. Harada problem yarandı, maksimum bir əvvələ qayıdın və oradan restore edib, yenə qaldığınız yerdən davam edin. Ən sonunda təbii ki, artıq işiniz bitəndən sonra hər şey hazırdır. Deyək ki, hər şey qaydasında düzgün işləyir. Snapshot'ı silib, məsələn, ESXi üzərindədirsə, bunu WinBackup'la backup'ını alıb, ayda bir dəfə backup'ını ala bilərsiniz ki, bu serverə nəsə bir problem olarsa, ən azından backup'dan restore edə bilərsiniz. Əlavə olaraq onu deyim ki, PRTZ-ni biz Windows server üzərinə quraşdırandan sonra biz bunu silmək istədikdə gedib kontrol paneldən silirik. Yenə necə adi qaydada kontrol paneldən hansısa bir application, software necə siliriksə, bunu da eyni şəkildə remove deyirik. Həmin o proqram restartdan sonra silinir, artıq heç bir şey qalmır. PRTZ-ni biz quraşdırarkən bizdən bir neçə işi ilk öncə istəyir. Məsələn, birinci bizə deyir ki, provide credential, yəni ən azından bizə məlumatları, deyək ki, parolları təmin edə, hansı ki, settingsdən biz bu parolları təyin edirik, sistemin əsas parollarını. Deyək ki, bizim infrastrukturda Windows serverlər var, VMI ilə bunu deyək ki, monitoring edəcəksə, orada admin user'dır, parollu, admin user və onun parolunu, Linux varsa SSH üçün root user əlavə edirik, VMware üçün həmçinin root user əlavə edirik. Ondan sonra SNMP ilə biz bunu monitoring edəcəksə cihazları, SNMP üçün community stringlər olur. Onları version 1, version 2 üçün, məsəl üçün version 3-də parol da var. AWS, Azure kimi cloud infrastrukturları monitoring edəcəksə onların default accountlarını yazırıq. Və də bunu biz bir-bir əldən həmişə manual olaraq da eləyə bilərik, fərqi yoxdur. Sadəcə bu ilkin olaraq bütün parolları bizdən istəyir ki, автодiscover eləyəndə bizim şəbəkəmizi özü skan edir, nəyi görürsə, nəyə akses olursa,
onları bir-bir settingslərdən bu parollara nəzərən baxır, özünə əlavə edir ki, hə mən məsəl üçün sən mənə yazmışdın SNMP community string olaraq bu adı yazmışdın. Mən də şəbəkəndə bunu skan elədim, gördüm ki, SNMP açıqdır. Artıq bu credential-ı yoxlayır özü, try eləyir. OK-dirsə, onu artıq əlavə eləyir. Ondan sonra özü monitoring eləyir. Daha sonra bizdən enter location information istəyir. Yəni deyir ki, mən o location-ın məlumatlarını mənə qeyd elə ki, yəni map yaradanda, bu xəritələri yaradanda dinamik görüntülər üçün daha düzgün göstərsin, daha səliqəli olsun. Ondan sonra ilk PRTZ-yə daxil olanda biz əvvəlki videoda görmüşdünüz. Deyir ki, parolu dəyiş, mütləq şəkildə parolu dəyiş, yeni parol bizdən tələb eləyir. Çünki default olan parol sadə paroldur, hər kəs tərəfindən bilinir. Ümumiyyətcə informasiya təhlükəsizliyi qaydalarından biri odur ki, heç bir avadanlığı və software default username parolda saxlamayın. Çünki bunu hackerlar təxmin edib, bununla try eləyəcəklər ki, brute force-la bura daxil olaq, əgər IP-yə aksesləri olarsa. Mütləq şəkildə də parolu dəyişməyi unutmayın. Daha sonra e-mail adresinizi confirm edirsiniz ki, hər hansı bir notificationlar, bildirişlər bura gəlsin. Ondan sonra defaultda biz ilk olaraq PRTZ konsoluna daxil olanda web interface GUI-dən bizdə HTTP ilə daxil olur. Biz bunu switch edirik SSL TLS-lə, hansı ki HTTPS-lə, yəni 80 portu ilə yox, 443 portu ilə qoşulaq ki, aradakı trafiki encryption eləsin, daha təhlükəsiz olsun ki, yəni onlar da indi birdən mən individual attack-la kimsə olsa da bir hansısa bir trafiki izləmək istəyər, baxar görə bizə göndərir parolu. Ona görə bunu da SSL TLS-ə switch eləməyinizi tövsiyə edirəm. İndi isə PRTZ-nin əsas menüsünə baxaq. Baxın, birinci bizi ana səhifə, yəni home menüsü göstərir. Yəni asılan kimi qarşımıza çıxan, belə deyək də, əsas informasiyaların, əsas məlumatların yığıldığı bir paneldir bura. Yəni başlanğıc səhifədir. Burada nələr var, onlara baxaq. Yəni sistem haqqında ümumi məlumat verir, son siqnalları göstərir, sensorların statuslarını göstərir. Buradan özümüz spesifik bir dashboard yarada bilərik. Məsələn, burada baxın, burada blok haqqında məlumatları verir. Yesterday, yəni dünənki aktivitetlər, son aktivitetləri burada göstərir. Bizdə açıq olan tiketləri, yəni bir növ burada sorğularımızı buradan idarə edə bilərik. Onları buradan göstərir. Lisenziyamızın statusunu göstərir. Baxın, mən də trial'da 5 gün sonra vaxt göstərir. Təxminən 10 minə yaxında bir sensor availability var, mümkündür. Buradan da bizim PRTZ haqqında hansı ki məlumat ala bilərik, help support. Ondan sonra proqramları yükləyə bilərik. Yəni bu ana səhifədir, əsas səhifədir. Göstərir ki, burada 7 dənə cəmi sensor var, up-da var, məsələn 7-si. Hələ ki bir problem yoxdur. Çünki biz bura hələ ki device-lara, sensorlara əlavə eləməmişik. Və default quraşdıranda da mən Auto Discovery-ni açmamışdım. Buna görə də hələ ki burada notificationlarımız, device-larımız, sensorlarımız azdır. Ondan sonra ikinci menümüz baxın burada device bölməsidir. Hansı ki biz buradan yeni device yarada bilərik. Ondan sonra qruplar yarada bilərik, Auto Discovery qrup yarada bilərik. Device bölməsi haqqında və obyekt hiyerarxiyası haqqında PRTZ-in ayrıca danışacağam. Bura device-ları da necə əlavə edə bilərik, onu növbəti videoda göstərəcəm. Ümumi olaraq baxsaq, yəni bu device bölməsi PRTZ-in demək olar ki ürəyidir, əsas yeridir. Device bölməsində biz monitor etdiyimiz bütün cihazların siyahısının olduğu bir yerdir device bölməsi. Yəni burada hansısa bir software, server olsun, avadanlıq olsun, nəyi monitoring ediriksə, hər biri burada yerləşir. Və hər bir device-in içərisində, yəni hər bir cihazın içərisində özünün, baxın burada altında sensorlarını göstərir və bunların da bir hiyerarxiyası var, düzülüşü var. Onun haqqında ətraflı danışacağım. Burada biz, məsəl üçün, şəbəkəmizdə olan bütün cihazları, bu ola bilər server, switch, router, access point-lər və s. cihazlar ola bilər və onların altındakı sensorları biz buradan görə bilərik. Həmçinin buradan map şəklində də baxa bilərik, bu bölmədən map şəklində də baxa bilərik bunların içərisinə. Yəni location-a görə, servisə görə ayırd edib baxa bilərik. Ondan sonra bizə gəlir library bölməsi. Yəni library ümumiyyətcə kitabxana deməkdir, amma burada yəni özəl qruplar yaradırıq, özümüzə xas spesifik bir qruplar yarada bilərik. Yəni bu nə deməkdir?
fərqli cihazlardan oxşar sensorları bir yerdə göstərmək üçün istifadə olunur. Məsələn, sırf ping sensorlar ola bilər. Baxın, burada göstərir. All bandwidth sensorları, all CPU, yəni prosesorun yüklənməsinə aid sensorlar, bandwidth-in sensorları, disklərə aid, yaddaşa aid. Yəni burada bir növ kateqoriyadır. Yəni sizə ola bilər ki, bugün tapşırıq verilə bilər ki, CPU usage, yəni CPU-nun istifadə olunmasına aid bir sensorlara baxın görün hansı serverlərimiz nə qədər CPU istifadə edir və yaxud da ki, ping sensorlarına baxmaq istəyə bilərsiniz ki, baxın görün bizim hansı cihazlarımız downdur, updur. Yəni bir növ sensora görə filtr edib baxa bilərik ki, bizdə hansı cihazlar var, vəziyyəti nədir, statusu nədir, buradan baxa bilərik. Yəni eyni tip məlumatları izləmək üçün library bölməsinə daxil olursunuz. Ondan sonra bizə gəlir növbəti menyumuz sensor bölməsidir. Burada genişdir. Bunun haqqında əlavə yeni bir video hazırlayacağam. Bunun haqqında da biz ətraflı danışacağıq və burada SNMP ilə, VMI ilə cihazlarımızı necə əlavə edib monitoring edə bilərik. Onlara bir-bir baxacağıq. Əsas cihazlara baxacağıq təbii ki, Cisco Switch'dir, routerdur, FortiGate'dir, Palo Alto'dur, Windows Server'dir, Ubuntu SSH-dır və s. Yəni biz burada nə edirik? Sensorlar bölməsində nə edirik? PRTG serverimizdə olan, yəni mövcud olan bütün sensorların siyahısı burada olur. Biz buradan filtrləyib istədiyimizi belə deyim də tapıb baxa bilərik sensorlarımıza. Yəni bütün sensorların siyahısı buradadır. Biz filtr edib nəyə baxa bilərik? CPU-dur, ping-dir, RAM-dır, diskdir. Bunların tipinə görə bir sensorları biz filtr edib onlara baxa bilərik və həmçinin onların statusuna baxa bilərik. Məsələn, alert verib, alarm verib onlara baxa bilərik buradan. Baxın, burada sensorlarımızdan Core Health məsələn, hansı ki bu Core serverin sağlığı haqqında məlumat verir, diski haqqında məlumat verir. Bunlar hamısı Probe Device Core serverinin sensorları da avtomatik əlavə olunmuşdur. Statusları göstərir ki, updır hamısı. Növbəti menyu alarm bölməsidir. Baxın, burada error, warning, unusual, məsələn, daxil olaraq. Yəni, bura xəbərdarlıq bölməsidir. Burada biz warninglərə və yaxud da ki, kritiki sensorlara baxa bilərik ki, yəni kritiki vəziyyət olanlara down olub, deyək ki, sönübdür. Qırmızı, sarı vəziyyət düşmüş sensorların siyahısı da bura. İndi burada hələ ki, bizdə alarm yoxdur. Dediyim kimi, Auto Discovery açılmayıb və yaxud da device'ları əlavə eləmədiyim üçün, sensorları əlavə eləmədiyim üçün hər hansı bir məlumatı toplayıb, yəni bizə alarm verə bilmir bu dəqiqə. Amma növbəti dərslərdə görəcəksiniz ki, burada alarm yerində göstərəcək, sarı, qırmızı vəziyyətdə göstərəcək. Yəni, warningləri burada bir növ göstərir. Göstərir ki, məsələn, hansı sensor niyə görə qırmızıya düşüb, nə vaxtdan bəri, məsələn, bu server downdur, alertin növü. Ondan sonra gəlir Maps bölməsi. Maps bölməsi bir növ, yəni canlı monitoringdir. Yəni, biraz daha sənə monitoring ekranını daha vizual edir. Buradan biz özümüz maplər yarada bilərik. Burada default map var, Magic Map göstərişəni belə yarada bilərsiniz. Özünüz də bunu silərik, məsələn. Delete obyekt deyirsiniz. Buradan gəlib, məsələn, yeni map yarada bilərsiniz. Adını verirsiniz. Əgər sizdə device'lar, sensorlar əlavə olunubsa, gəlib buradan həmin o device'ları bir-bir ikonlarını seçib bura əlavə edirsiniz. Networkda maplərin olması çox gözəl bir şeydir. Çünki bəzən Excel tipli fayllardır, sonra yazı kimi formatda olan faylları oxumaq, analiz etmək biraz çətin olur. Amma dinamik olaraq, görüntü olaraq vizuallaşdırsanız daha yaxşı olar şəbəkəni izləmək üçün. Yəni bir növ siz öz dashboardunuzu yaradırsınız, data centerlarınızı, yəni serverinizi, network mapinizi hazırlayırsınız burada. Drag and droplandır, yəni rahat. Bunu hazırladınız, ondan sonra bir dənə deyək ki, televizor qoydunuz, PRTG-ni açdınız orada dinamik olaraq rahat baxarsınız. Növbəti menyumuz report bölməsidir. Yəni adından da göründüyü kimi, burada biz sensorların statistikasına aid PDF və yaxud da HTML formatında bir növ hesabatlar hazırlaya bilərik ki, məsələn, baxaq oradan izləyək. Məsələn, göndərə bilərik həmin o hesabatları.
Okey, bax burada yazılır məsələn summary report for all sensors. Yəni bütün sensorlara aid özət, qısa özət bir reportdan qısa özətini çıxara bilərsiniz məsəl üçün. Yəni burada özünüz kateqoriya yaradırsınız. Məsələn disk space, hard diskdə nə qədər yer qalıb ona baxa bilərsiniz. Slow ping sensorları, HTTP sensorları. Məsəl üçün CPU yükünün 1 aylıq qrafikini çıxarıb baxa bilərsiniz. Ondan sonra up, down olan serverlərin statistikasını çıxara bilərsiniz. Şəbəkə trafik analizini report edə bilərsiniz, göndərə bilərsiniz. Yəni bu hesabatları sizdən istəyə bilərlər. Həmin vaxt gəlib buradan çıxarırsınız. Sonra log bölməsi gəlir. Log ümumiyyətlə, yəni adından da göründüyü kimi, yəni bu quraşdırdığımız PRTC core serverdə baş verən bütün eventləri, hadisələri, yəni necə Windows serverdə event viewer var, burada da var. Kim nə eləyib, nə baş verib, bu kimi sualların cavabını burada tapa bilərsiniz. Yəni bir sözlə PRTC-də baş verən bütün hadisələr, fəaliyyətlərin növ jurnal kitabçasıdır. Event viewer. Məsəl üçün nə kimi hadisə ola bilər burada, nə kimi? Məsələn, sensor dəyişikliyi olub, alətlərin tarixçəsinə baxa bilərsiniz. Burada PRTC-də userlar ola bilər də, məsəl üçün admin user və s. Userların aktivitetlərinə baxa bilərsiniz, sistemin özünün loqlarına baxa bilərsiniz, yəni çıxan problemlərə, aşıbqalara baxa bilərsiniz. Sonra burada ticket bölməsi var. Ticket yəni bu nədir? PRTC-nin daxili bir ticket sistemidir. Yəni burada biz tapşırıqdır, problemlərdir, bunları idarə edə bilərik. Ticketləri özümüz yarada bilərik. Məsəl üçün ola bilər ki, burada 5 dənə bizim PRTC-də userımız var, administratordur. Onlar bir-birinə tapşırıq verə bilərlər. Məsəl üçün switch-də bir problem yaranıb, o switch-i task kimi yaradır ki, bu switch-in problemini həll edək. Hər hansı bir problemə aid gate də yaza bilərsiniz. Və yaxud da ki, alertləri avtomatik özü ticketdə yarada bilir ki, məsələn, bax, filan server downdur. Onu özü ticket kimi yarada bilər. Ondan sonra sən həmin o ticketi gəlib buradan, məsəl üçün, close edə bilərsən, statusunu dəyişirsən də, yəni helpdesk-dəki kimi. Məsəl üçün, burada all deyirsən, burada göstərir ki, bax, statusları resolved, yəni bu ticket həll olubdur. Bu close, yəni sorğu bağlanıbdır. Bu open-da hələ üstündə işləyirik də deyək ki. Burada nə kimi ola bilər? Məsəl üçün, deyir ki, error while trying to send email. Yəni, email göndərə bilmir, deyir, problem yaranıbdır, deyir. Bunun statusunu gəlib sözünüzdə dəyişə bilərsiniz və yaxud da ki, bağlaya bilərsiniz. Deyir ki, məsəl üçün, .NET 4.7.2-ni core serverə yüklə, update elə bunu. Bunu məsəl üçün eləməmişsinizsə, özünüz üçün bir növ tutu kimi saxlaya bilərsiniz burada. Ondan sonra növbəti ən axırıncı hissəmiz setup bölməsidir. Bura çox genişdir. Bura qısa olaraq da biz baxmışdıq. Məsəl üçün, bu bölmə optional download, hansı ki PRTC-nin proqramlarını yükləmək üçün olan bölmədir. Remote Pro-bu yükləmək üçün və yaxud da ki, iPhone-dur, Android telefonlardan PRTC-yə daxil olub onu işlətmək üçün olan bölmədir. Support bölməsidir. PRTC-dən dəstək ala bilərsiniz. Lisenziyada problem var, ona baxa bilərsiniz. Lisenziyamız haqqında məlumatdır, sistemin vəziyyətidir, update-lərdir. Bu kimi məlumatlara buradan baxa bilərik. Yəni biz buradan PRTC-nin bütün parametrləri, nastroykalarının idarə etdiyimiz, kompress elədiyimiz əsas hissədir bura. Setup bölməsi. Burada biz user akseslərini təyin edə bilərik, notificationlar, SMS-dir, e-maildir, push bildirişlərdir, probların idarə olunmasıdır, sistemin parametrləri, ümumi backupdır, restore'dur. Bu kimi nastroykaları biz buradan edə bilərik. Baxın, burada ümumi sistemimiz haqqında məlumat verir ki, Windows Server 2016 üzərində quraşdırılıbdır. Deyək ki, bu tarixini göstərir. Ümumiyyətcə, burada hansı userla daxil olmuş onu göstərir. Activation durumunu göstərir ki, successfuldur, uğurludur qaydasında. Nə vaxt expire olur? Deyək ki, dekabrın 12-si expire olur. Ümumi loqları da burada göstərir. Auto Discovery görürsünüz, sıfırdır. Ondan sonra burada userları buradan yarada bilərik. Məsələn, user account. İndi bizi sessiyadan atdı. Baxın, burada PRTC-ni idarə etmək üçün userları buradan yaradırıq. Add user deyərsiniz.
Həmin o user'ı buradan yaradırsınız, parol verirsiniz. Yəni sadədir, bunları özünüz də rahatlıqla edə bilərsiniz. Çətin bir şey yoxdur. Bizim akkaunt haqqında məlumat verir burada ümumi. Gecə rejiminə qoya bilərsiniz, parolları qoya bilərsiniz, buradan təyin edə bilərsiniz, parolunu dəyişə bilərsiniz. Bildirişlərdir, e-mail bildirişləri bunlardan var buradan. Nastroyk edirsiniz. Növbəti videoda sizə device'lar və obyekt hiyerarxisi və bunların aldığı inheritansları göstərəcəyik. Yəni device'ın altında qruplardır, qrupların altında device'lardır, sensorlardır. Bunlara bir-bir baxacağıq və device'ları necə əlavə edə bilərik, onları göstərəcəm. Daha sonra sensorlar haqqında danışacağıq və SNMP ilə bir çox avadanlıqları, bir çox serverləri necə monitorinq edə bilərik, onları göstərəcəm.